Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Dəyərli izləyicilərimiz, deməli Balakən şəhərində Qazbini adlanan ərazidə çox gözəl, səfalı yerdə samovar qoyub çay içə biləcəyiniz qəşəng səfalı bir yerdə super ev göstərəcəm. Daha doğrusu mən torpaq göstərəcəm. Torpağın içində elə bir ev sizə pay verilir. Yəni torpağın içində sizə ev pay gələcək. Yəni ev qiymətə salınmayıb belə baxın da. Elə bir ki torpağı alırsan, evi sən elə pay götürürsən Allahın izni ilə. Deməli inşallah mən çəkiliş zamanı bütün məlumatları verəcəm. Xahiş edirəm axıra qədər baxın ki, qiymətdən xəbəriniz olsun. Bismillah. Deməli, Balakən şəhərində 18 sot torpaq içərisində Allahın izni ilə evlə bir yerə satılır. Elə bir ki, torpağı alırsan, ev sənə nə olur? Ruslar demişkən padark olur, hədiyyə olur, pay olur. Yaşayırsan Allahın izni ilə. Deməli, torpağımızın qarşısından qaz, su, işıq, internet, hər bir şey var. Kommunikasiya sisteminə təchiz olmuş bir yerdir. Baxın, belə göstərim. Çox gözəl yerdir. Buradan dağın mənzərəsinə baxın. Bura bir dənə stol qoyub, qəşəng 10-15 dənə saman var, 70 kilo mürəbbə. Yaşayırsan. İçərisində 50 dənə fındıq ağacı və digər növ meyvə ağacları mövcuddur. Karalök, xurma, alma, armud, nar, hər bir şey var. Evimizin də öndən görüntüsü. Bax, budur. Deməli, 18 sot torpaq içərisində gördüyünüz bu möhkəm tikilmiş evlə bir yerdə satılır. Məsələn, mümkün qədər çalışacağım ki, sizə bunu tez çəkib göstərim. Deməli, 2 qat daşdan istifadə olunmuş 4 otaqlı plus mətbəxi, sanitar qovşağı və sanuzeli olan ev. Üstündə gördüyünüz bahalı materialdan istifadə olunmuş dəmir, şifir. Baxın, belə göstərim. Deməli, belə bir şey var. Ümumi 18 sot bu evlə bir yerə satılır. İstəyən olsa addelini, yəni ki, 10 sot torpaqla bu evi də əlavə ala bilərsiniz. Məsələn, desəniz ki, mən 18 sot yox, evlə bir yerə 10 sotu istəyirəm. O da ki, mümkündür. Belə göstərim, baxın. Qəşəng fındıq ağacları zat necə lazımdır. Bu, düyə satılmır, qardaşlar. Düyə satılmır, mən belə deyim. Keçirəm arxaya Allahın izni ilə, baxın. 50 dənə fındıq ağacı var içərisində. Bu il burada fındıq yaxşı olur, başqa yerlərə baxanda nisbətən. Baxın, belə gedir. Çox səliqəli, gözəl bağı, bağçası. Evin özü də çox möhkəm tikilib, bayaq gördünüz. Səliqəli, çox gözəl bağla bir yerdə satılır. Belə də göstərim evi Allahın izni ilə. Evin öndən görüntüsü budur. Bir daha qeyd eləmək istəyirəm ki, 2 qat daşdan istifadə olunubdur. Girişində. Bura dəhlizdir. Otaqları belə göstərim. Çox hündür, kürsülü tikilmiş evdir. Yuxarısından kəmər də gedir. Baxın, kəmərdən istifadə olunubdur. Necə lazım. Otaqları çox geniş, çox səliqəli. Deməli, evimiz 18 sot torpaqla bir yerdə cəmi 46 minə təklif olunur. Plus, barterdə var. Məsəl üçün, kimsə desə ki, məndə yaxşı avtomobil var. Onu da verib, üstünə pul da vermək istəyirəm. O da mümkündür. Əlavə olaraq da 10 sotdan ev bir yerdə, yəni əlavə olaraq addelində satılır. Desəniz ki, qardaş, mənim bu qədər bütçəm var. Torpaqla evi addelini istəyirəm. O da mümkündür. Bütün sənədlər tam şəkildə qaydasındadır. Səhifədə nömrəmiz qeyd olunubdur. 7-24 saat yaza və ya zəng edə bilərsiniz. Allah malzə mülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah.